öz yerinə danışır. Muxtar nə yalancıdır, nə də dinsiz. O gördüyüm insanların ən ədalətlisi və doğru danışanıdır. Allahdan qorxaraq səhərə qədər səcdə qılan bir insanı necə inkar eləyə bilərəm? Cavanlıqda arzum onun kimi bir həyat yoldaşına rast gəlmək idi. Allahım duamı qəbul eləyib, mənə ərəbin və dinin fəxri olan dəyərli bir şəxsi qismət elədi. Muxtarın ləyaqəti barədə Əli öz dili ilə deyib. Uşaq ikən Cənab Əli onu Kəyis adlandıraraq buyurdu. Bu uşaq Əhl-i Beytin ürək yarasına bir məlhəm olacaq. Allah Taala Muxtarın vasitəsilə Peyğəmbər balasının qatillərindən qisas aldı. Bəsdi qadın! Sən Muxtar haqqında danışırsan, yoxsa Allahın Peyğəmbəri haqqında? Muxtar Allahın bəndəsidir. Müqəssirlərdən intiqam almaqsa Allahın vədidir. Muxtar bu böyük vədi icra eləmək üçün seçildi. Muxtarın gördüyü işi yalnız özü kimi böyük şəxsiyyətlər görə bilər. Sən bu cür sözlər danışmaqla qanını hədər eləyəcəksən. Mən bu həngamənin bir qurban tələb elədiyini bilirdim. Siz əvvəldən şəriyyət, qeyrət və şərafət şüarlarını etməklə vicdanlı olduğunuzu söyləyəndə qəlbinizdən pis niyyətlərin keçdiyini hiss elədim. Sizin kimi zəif və rəzil kişilər Muxtarı müqəddəs müqavimətinə dözə bilməzlər. Siz Muxtardan qorxursunuz. Adını eşidəndə tir-tir əsirsiniz. Bu həyasızın dilini kəsib, boynunu dibindən vurun. Ömrə, bu nə iş idi? Ay divanə, Muxtarı təksib elə canını satın al. Muxtar bizim inkarımızla göydən yerə emməyəcək. Xudafiz Nariyə. Hürrəni sənə tapşırıram. Ona analıq eləyəcəyinə söz ver. Tərpər! Sənsə qadın. Muxtarı yalancı bildiyin üçün amandasan. Kim bu qadına qarşı çıxarsa, deməli bizə qarşı çıxıb. Bugün öz şəri təklifimizə əməl elədik. Bunun rəqibi isə yanlış fikirləriyle Muxtarı müqəddəsləşdirmişdi ki, dilinin bəlasına gəldi. Onu cəzalandırmaq Allah dinini müdafiə eləməkdir. Gözün aydın, ay gönü qalın. Eşitdiyimə görə Muxtar səni boşayıb ki, onun abır həyasını aparmayasan. Heç olmasa Muxtar ölənə qədər səbr eləyəydin, sonra düşmənin ərək edəydin.
Allah tərəfindən gəlmişik. Ona tərəfdə qayıtmalıyıq. Hara Sabit? Atam tənha qaldı sahib. Ona təsəlli verməyə gedirəm. Yox Sabit, yox. O Allah ilə həm söhbət olmağa getdi. Mane olma. Dümmə nənənin yanına getdi. Nə yaxşı. Allaha şükürlər olsun ki, Muxtar üçün isti ana qucağı var. İcazə ver, şirin ana laylası narahat övladına təskinlik versin. Xanım Ümrənin sevgisi onu Kərbəla şəhidlərinin cərgəsinə qatdı. O Zübeyir evladlarını rüsva etməklə Muxtar qiyamının abır-heyası oldu. İspat etdi ki, Muxtarın qiyamı məzlumun, zalim əleyhinə qiyamıdır. Bu azad qadının pak qanı Bəni Zübeyir nəslinin alnında ləkə olduğu üçün onlar qiyamətə qədər üzü qara, vicdanları ləkəli qalıb namərd kimi tanınacaqlar. Quran ayəsində soruşulduğu kimi, axı o hansı günaha görə öldürüldü? Ağla oğlum. Xəlvətdə ağlamaq Allahın sevimli bəndələrinin xislətidir. Əli başını quyuya salıb ağlayardı. Gecələri tənha qaldığı zaman onun hönkür-hönkür ağlamağının səsini yalnız Allah və quyu eşidərdi. Bir də sənin gözündən axan yaşları yanağından silə biləcək qoca anan var. Dümmənin oğlunun ağladığını kimsə görməməlidir.